Salam dəyərli şagirdlər və dəyərli müəllimlər. Bugün biz sizinlə amonim və çox mənalı sözlərin fərqləndirilməsini keçəcəyik və izahları ilə tanış olacağıq. Gəlin birbaşa izahımıza başlayaq. İlk olaraq biz çox mənalı sözün nə olduğunu bilməliyik. Ümumiyyətlə, çox məna anlayışı nə deməkdir? Yadda saxlayaq, bir sözün həqiqi mənası ilə yanaşı məcazi mənası varsa, məcazi mənada işlədə bilirəmsə, o söz çox mənalı söz hesab olunur. Nə deməkdir bu? Məsələn, tutaq ki, nümunələrlə gedirik. Məsələn, insanın qolu sözündə qol sözü həqiqi mənadadır. Çünki həqiqətən də qol insana məxsusdur. Yəni, Allah bunu insan üçün yaradıb. Ona görə də insanın qolundakı qol sözü həqiqi mənada götürülür. Çünki öz mənasında işlətmişəm. Amma daha sonra, məsələn, mən əgər məcazi məna yaratmaq istəsəm, deyəcəm ki, ağacın qolu. Ağacın qolu deyəndə artıq burada bir reallıqdan uzaqlaşma prosesi müşahidə olunur. Çünki ağacın qolu olmur. Bizim ağacın qolu dediyimiz şey ağacın budağıdır. Yəni orada onsuz da o budaq sözünü ağac üçün biz işlədirik. Amma daha rahat olsun deyə, həm də ki, belə cümlələr daha rahat qavrayaq deyə biz bu qol sözünü ağacı da aid eləmişik və demişik ağacın qolu. Hə, insanın qolunun ağacın qolu sözünü yaradırsansa, ağacın qolu olur məcazi mənada. Çünki reallıqdan uzaqlaşmış mənadır. Hə, bir şey yadda saxlayaq. İnsanın qolu həqiqi mənadadırsa, həqiqi məna biz həm də dominant məna deyirik. Məcazi məna olan sözə, yəni məcaziləşən sözə isə törəmə məna deyirik. Niyə? Çünki sizə sual verirəm. Ağacın qolundakı bu qol sözünü mən nəyə baxıb dedim, nəyə baxıb formalaşdırdım? İnsanın qoluna. Çünki ağacın budağı da insanın qolu kimi bir çıxıntı olduğu üçün, proses bənzədiyi üçün mən bu sözdən bu sözü yaratmış oldum, bu mənanı yaratmış oldum. Ona görə biz buna törəmə məna dedik. Çünki dominant mənadan, yəni həqiqi mənadan törüyür həmin məna. Məsələn, feillərdə də həmin proses var. İnsan oynayır. Realdır da, bu insan oynaya bilər həqiqətən də. Bu onun həqiqi mənasıdır. Oynayır yox, bu arada oyanır sözüdür. Bu onun həqiqi mənasıdır. Gecədə ona görə də adam bəzən cümlələri belə elə oxuyur. Təbiət oyanır cümləsinə fikir verək. Təbiət oyanır artıq məcazi mənadır. Çünki təbiət bizim kimi canlı deyil, danışa bilən, düşünə bilən bir canlı deyil. Təbii ki, biologiyada elə yanaşa bilər, amma Azərbaycan dilçiliyindən söhbət gedir. Təbiət oyanır deyəndə isə artıq insanın oyanma prosesindən mən bu mənanı yaratmışam. Ona görə bu olur məcazi məna, təbiətin oyanması. Amma insanın oyanması isə həqiqi mənada götürüləcək. Yəni, məcazi məna dediyimiz şey budur. Həqiqi mənaya baxırsan, ona uyğun bir məna özündən törədirsən, olur məcazi məna. Məsələn, deyirəm ki, dostum evə getdi, həqiqi mənadır. Amma ağlım getdi, məcazidir. Çünki ağıl gedə bilməz. Yəni, bu qədər rahat bir mövzudur, həqiqi və məcazi məna. Sən sadəcə nəyi bilməlisən burada? Həqiqi məna ilə məcazi məna arasındakı yaxınlığı bilməlisən. Yəni, bu məna bu mənadan yaranır. Bu mənadan törüyür. Törəmə məna hesab olunur. Bunu yadda saxlamalısan. Məcazi mənaya aid bəzi qaydalar. Bütün məcazi mənada işlənən sözlərə çox mənalı söz deyilir. Niyə çox mənalı söz deyilir? Çünki həm həqiqi mənası var onun, həm də məcazi mənası. İki məna oldu mu? İki məna varsa, deməli çox mənası var da, çox mənalıdır. Çox mənalı sözlərdə mənalar arası yaxınlıq olmalıdır. Mütləq bayaq qeyd elədik onu. Bir də çox mənalı sözlər eyni nitq hissəsi olmalıdır. Biri feil, biri isim, biri sifət, biri isim ola bilməz. Məsələn, ağır topda, həqiqi mənada da ağır sözü, çünki top ağır ola bilər. Amma ağır həyat məcazidir, çünki həyatın ağırlığını mən ölçə bilmərəm, çəkə bilmərəm. Yəni, çətin həyat mənasındadır. Ona görə də burada məcaziləşmə var artıq. Çünki reallıqdan uzaqlaşdırdım mən bu sözü. Bu həqiqi, bu məcazi. Amma çox mənalıdır da. Hər ikisini sifət götürəcəksən. Çünki çox mənalı sözlər eyni nitq hissəsi olmalıdır. Bu çox mənalı söz anlayışıdır. Bəs. Amonim nəyə deyilir? Gəlin amonimin izahı ilə tanış olaq. Daha sonra isə izaha davam edir. Bircə dəqiqə. Deməli, amonim nədir? Yadda saxla, amonimin çox mənalarda fərqi nədir? Amonim eyni cür yazılan, eyni cür deyilən, amma mənaları müxtəlif olan sözlərdir. Çox mənalı sözlərə bənzəyir, amma fərq nədir? Yəni, iki dənə ayrı mənası var amonimin, yəni bir sözdür, bir söz. Bu bir sözdən iki dənə müxtəlif məna çıxa bilər, daha çox da çıxa bilər təbii ki. Amma bu mənalar tamamilə bir-birinə yad mənalardır. Əlaqəsi yox, təsadüfən bu mənalar yəni eyni sözlə cəmlənib. Məsələn, gəlin nümunələrimizə baxaq. Məsələn, dolu sözünə fikir verək. Dolu sözünün mənalarına baxaq. Dolu bir mənası var, yağış, yəni dolu yağdı.
Dolu bir mənası da var, bir şeyin dolu olması. Məsələn, tutaq ki, bu stəkan dolu ola bilər. Yəni, bu stəkan dolu olması ilə yağan yağış, o dolu ki var, bunlar arasında məna yaxınlığı yoxdur, tamam fərqli şeylərdir. O zaman məna yaxınlığı yoxdursa, mən buna çoxmənalı yox, amonim deyəcəm. Yəni, dolu sözü amonim ola bilir. Eyni zamanda çoxmənalı da ola bilər. Necə müəllim? Yəni, necə mümkün çoxmənalı olsun? Məsələn, deyirəm ki, dolu vedrə, bir də deyirəm ki, dolu baş. Dolu vedrə həqiqi mənadadır da, çünki görə bilirəm. Dolu baş deyəndə, yəni deyirəm ki, məsələn, dolu baş, yəni daha çox şey bilən, bilikli baş nəzərdə tutulur da. Amma mən o dolu prosesini, yəni başın dolu olmasını gözümdən görə bilmirəm ki, heç laboratoriyada aparsan, orada da müşahidə edə bilməsin. Çünki orada bir məfhum var, yəni reallıqla ölçülə bilməyəcək bir şeydir. Ona görə dolu başla dolu vedrə arasında bu məcazidir. Çünki bu doludan yaranıb bu dolu, aralarında məna yaxınlığı var. Amma yağan yağışla o dolu, bir də ki, bir şeyin dolu olması, bunlar arasında məna yaxınlığı yoxdur. Yağış ayrı şeydir, bir şeyin dolu olması ayrı şey. Bunlar ayrı şeydirsə, mən bunlara homonim deyirəm. Amma məna yaxınlığı varsa, mənalar arasında, yəni məna ilə sırf gedirsiniz. Məna yaxınlığı varsa, çox mənalı deyirəm. Yəni, belə yadda saxlayacaqsan bunu. Amonimdə mənalar fərqlidir, çox mənalı mənalar bir-birinə yaxın, biri digərindən törəmə olur. Daha sonra, amonimlər, məsələn, mürəkkəb sözünə fikir verək. Məsələn, mürəkkəbin bir mənası çətin deməkdir. Məsələn, mürəkkəb məsələ, çətin məsələ. Bir mənası da qələmin mürəkkəbi anlayışıdır. Məsələn, hər hansı bir qələmdə içində mürəkkəb töküb yazırıq biz həmin mürəkkəbdən qələmi. İndi mən sizə sual verirəm. Qələmin mürəkkəbi ilə o çətin olan mürəkkəb arasında nə yaxınlıq var ki? Heç bir yaxınlıq yoxdur, ayrı-ayrı şeylərdir. O zaman bunlar bir-birindən olur. Amonim, sən buna deyəcəksə homonim. İndi gəlin biz mürəkkəb sözünü məcazi mənada işlədə görə çox mənalı kimi də işlədə bilirikmi? Çünki bəzi sözlər həm amonim, həm çox mənalı ola bilər. Məsələn, çox mənalı kimi mürəkkəbi necə işlədə bilərik? Məsələn, deyirəm ki, məsələn, mürəkkəb oyun, məsələn, ya da belə deyək də, məsələn, mürəkkəb qurğu. Bir də deyirəm ki, mürəkkəb düşüncə. Baxın, mürəkkəb qurğu hər hansı bir alət, televizor ola bilər, fərqlənmir. Mürəkkəb qurğu həqiqi mənadır. Çünki onun mürəkkəbliyi mən qurğunu açıb görə bilərəm, televizorun içini sökərəm, baxaram ki, mürəkkəb bir proses var. Amma mürəkkəb düşüncə məcazi mənadır. Çünki düşüncənin mürəkkəbliyini mən real müşahidə ilə müşahidə edə bilmərəm. Bu sözdən törəyib və törəmə olduğu üçün də buradakı bu ifadələr arasında çox mənalılıq anlayışı var. Yəni, bu iki məna çox mənalıdır. Bu iki məna amonimdir. Deməli, buradan çıxartdığım nəticə budur ki, mürəkkəb sözü həm amonim, həm çox mənalı ola bilər. Yəni, vəssalam, bu qədər rahatdır. Elə sözlər var ki, sırf çox mənalı olur. Elə sözlər var ki, sırf amonim olur. Amma bu tipli sözlər, doludur, mürəkkəbdir, həm amonim, həm çox mənalı kimi işlənə bilirlər. Yəni, rahatdır. Yəni, necə deyərlər, düşüncə miqyasınız geniş olsa, rahatlıqla tapa bilərsiniz bu mövzunu. Sadəcə cümlə qurun, cümlənin içində işlədin, evdə çox məşğul olun. Azərbaycan elə bir sahədir ki, düşünmə potensialı olsa, istənilən testi qabağa qoysalar, düşünərsən üstündə və çox böyük ehtimalla düz yazarsan. Amma Azərbaycan dilində sən düşünmə potensialını inkişaf elətdirməsən, sırf quru qayda ilə getsən, falan şey əzbərim, sən testi istədiyin kimi yaza bilməzsən. Çünki testə qabağa elə bir sual düşər ki, qalıb baxarsan testə, baxışarsınız bir-birinizdən və o baxışmağın da sonra ayrılıq olar. Yəni, testi səhv yazacaqsın. İndi, amonimlər arasında dedik ki, məna yaxınlığı olmur. Amma bəzi istisna amonimlər var ki, onlara amonim götürülür, məna yaxınlığı da var. O istisnaları artıq əzbərləməlisən. Bu əzbər burada işə girir. Burada əzbərdən qaçmaq olmur. Məsələn, boya sözünə fikir verək. Boya sözü isim və feil kimi işlənə bilir. Necə işlənə bilir? Mağazadan aldığın boya, yəni gözünlə gördüyün o boya isimdir. Amma bir də boyamaq feili var, feil kimi, boyamaq. Yəni, boya proses kimi, hərəkət kimi var. Məsələn, divarı boya. Burada feil olduğu üçün mənalar yaxındır. Hər ikisində bir boya anlayışından söhbət gedir. Amma sən yenə də buna amonim deməlisən. Bura döyüş də daxildir. Məsələn, döyüş başladıqda döyüş isimdir. Döyüşməkdəki döyüş feildir. Amonim götürəcəksən. Başqa hansı sözlər daxildir eyni mənalarına görə? Savaşdır, güləşdir, qarıdır. Bu sözlər də amonimdir. Qarı necə amonim olur? Məsələn, bir var qarı, qoca, qadın mənasında. Bir də qarımaq feili var, qocalmaq mənasında. Yəni, amonim götürsün. Daha bunlara durub çox mənalı demə. Həmin mənalar arasında. Elə olanda insan aqibəti yaxşı olmur. Bir də amonimə fərqli hissəsi ola bilər, bunu dedik.
İndi bəzi sözlər var ki, amonim deyil. Hansı sözlərdir? Gəlin onlara baxaq. Yadda saxla, insan adları, yəni xüsusi isimlər amonim olmur. Məsələn, çiçək. Bir var gül mənasında, bir də var insanın adı çiçək. Falan kəs sadə çiçək. Amonim götürmürsən. Niyə amonim götürmürsən? Mənim kefim istəyib durub kiməsə ad qoyuramsa, o, həmin ad qoyduğum anlayışın amonim olmaq zorunda deyil. Elə olsa Azərbaycan dilində bütün sözlər amonim olma şansı ola bilərdi. Məsələn, mən vedrə sözünü amonim götürə bilərdim. Niyə? Çünki bir var yerdəki vedrə, bir də kimisə adı Allah bilir, kimisə adı vedrədir. Deyəcəkdim ki, amonimdir. Ona görə də yadda saxla, insan adları amonim olmur. Bu birinci məsələ. İkinci məsələ. Vurğusuna görə mənası dəyişən sözdür. Ta ki bir sözün iki mənası var, amma birinci mənasında vurğu bura düşür, ikinci mənasında vurğu bura düşür. O zaman amonim götürmürsən. Məsələn, bir var mina, bir də var mina. Mina bombadır. Yəni yerdə mina bastırırlar da. Mina isə həzdə gedib orada ziyarət etdiyimiz anlayışdır. Ona görə bunlara amonim demirik. Elektrikdir. Məsələn, elektrik desəm, bu işçi anlamındadır. Elektrik gəldi, evdəki elektriki düzəltdi. Elektrik desəm, bu cərəyan anlamındadır. Vurğu fərqi var, amonim götürmürsən. Satirik sözü delədir. Satirik desəm, insandır, vurğunu bura salsın. Satirik desəm, sifətdir və satirik əsər, yəni tənqidi əsər mənasındadır. Yadda saxla, son iklə bitən sözlərin 90%, son iklə bitən sözlərin amonim hesab edilməyəcək. Bu birinci məsələ. Sonra, forması bir hərflə fərqlənən sözlər amonim götürülmür. Nə deməkdir bu? Tutaq ki, mis var, iki dənəsi ilə. Yəni mis, yəni qadın mənasında, mis filan kəs. Bir də var mis, bizim bildiyimiz o alüminium, mis və s. bu mənada. Hərf fərqi var, ona görə amonim demirsən. Bəyazla bəyaza fikir verir. Bəyaz ağ deməkdir, ağ sözünün sinonimidir. Bayaz isə kiçik dini kitabça var, dualar içində olur, həmin kitabçadır. Biri ə ilə, biri a ilə olduğu üçün amonim demirsən. Sonra kök və şəkilçisi fərqlənən sözlərə fikir verək. Məsələn, bunlar da amonim götürülmür. Tutaq ki, əsir sözünə fikir verin.Əsirin iki mənası var. Bir var əsir, o yəni indi əsir, soyuqdan soyuqdur, soyuqdan indi əsir. Titriyir mənasında. Burada ilk qrammatik şəkilçisi olduğu üçün sözün başlanğıc forması əsdir. Çünki qrammatik şəkilçisi sondadsa, leksikdən sonradsa və ya kökdən dərhal sonra başlanğıc formaya daxil olmur. Bir də var əsir məhbus mənasında, düşmən əsiri. Bu zaman sözün elə kökü də əsirdir, başlanğıc forması da əsirdir. Elə başlanğıc forması fərqli olan sözü ümumiyyətlə amonim deyə bilməzsən. Amonimlərin başlanğıc forması eyni olmalıdır. Yəni bunun da başlanğıcı buradan bura olsaydı, okey. Vurğular da eyni olsaydı amonim deyə bilərdim könül rahatlığı ilə. Amma indi deyə bilməzsən. Bu da belə. Yəni bu da amonim olmur. Bu 4 qaydanı, yəni amonim ola bilməyən sözlərin 4 dənə qaydasını yadda saxlayırsan, Allah sənin yolunu eləyir açıq. Gedib imtahanda da partladırsan. Bir də amonimlərlə çox mənalı sözlərə fikir verirsən. Bir də bəzi sözlərin həm amonim, həm də çox mənalı olması məsələsi var. Bunlara fikir verməlisən. Ondan sonra başqa bir şey yoxdur. Gedib imtahana hazırlaşa bilərsən və imtahanda partladacaqsan inşallah. Son olaraq bir şey qeyd edim ki, bizdə onlayn və yəni dərslərimiz var. Əgər izahlarla daha yaxından tanış olmaq istəyirsinizsə, əlavə materiallarla tanış olmaq istəyirsinizsə, imtahanda yüksək nəticə yığmaq istəyirsinizsə, YouTube-da kanalımızın açıqlama hissəsində nömrə qeyd olunub. Ora yazıb dərslərimizə qoşula bilərsiniz, endirimli qiymətlərdən faydalana bilərsiniz. Növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın.